Salam. Bu video təqdimatda sizə Progress IMS AI Assist modulunu təqdim edirik. AI Assist, tibbi sığorta sahəsində verilənlərin real vaxtda izlənməsi və şübhəli halların, yəni anomaliyaların, avtomatik şəkildə aşkarlanması üçün hazırlanmış maşın öyrətim əsaslı proaktiv monitorinq, proqnozlaşdırma və tövsiyə sistemidir. Modul sığorta şirkətlərinə xərclərə nəzarəti gücləndirmək, sui-istifadə risklərini azaltmaq və qərarların daha əsaslı şəkildə qəbulunu təmin etmək imkanı yaradır. Bu təqdimatda modulun könüllü tibbi sığorta üzrə tətbiqini, yəni göndərişlərin monitorinqi və anomaliyaların aşkar olunması funksiyalarını nümayiş etdirəcəyik. AI Assist modulu sığorta şirkətinə göndərişlər üzrə müxtəlif analitik meyarlar əsasında riskli halları izləməyə imkan verir. Bu meyarlar arasında həm sadə, həm də kompleks, yəni bir neçə xüsusiyyətin birlikdə monitorinq olunduğu göstəricilər yer alır. Misal üçün, klinikalar, sığortalılar, tibbi istiqamətlər üzrə xərclərin artımı, hadisələr üzrə orta zərərliyin artımı və açıq zərərlərin ümumi zərərliyə nisbəti. Sistem hər bir analitika üzrə aşağıdakı məlumatları təqdim edir. Ümumi risk altındakı məbləğ, riskin zamanla dəyişmə dinamikası və anormal sayılan göndərişlərin sayı və risk dərəcəsi. Dashboard üzərində istifadəçi bu analitikaları vizual şəkildə izləyir və istədiyi analitikanın detallarına keçid edə bilir. Burada analitikada monitorinq olunan xüsusiyyətlərin cədvəl formasında qiymətləri, statistik parametrlər və risk altında olan məbləğ əks olunur. Şirkətin eksperti istənilən sətir üzrə növbəti detallama səviyyəsinə keçid ala bilər. Bu mərhələdə sistem son 30 gündəki ümumi məbləğin, göndəriş sayının və orta göndəriş məbləğindəki dəyişikliklərin statistik hesablamaların nəticəsini, son bir il üzrə dinamikasını və anomaliyaya səbəb olan göndərişləri təqdim edir. İstənilən anomaliyanın baş vermə ehtimalını hesablayır. Ehtimal nə qədər aşağıdırsa, həmin anomaliyaya səbəb olan göndərişləri diqqətlə araşdırılması bir o qədər vacib sayılır. Göndərişlər risk səviyyəsinə görə rənglərlə işarələnir. Qırmızı, yüksək risk, narıncı və sarı, orta və aşağı risk, yaşıl isə analitikaya təsiri olmayan göndərişlərdir. Analitik göndərişlər üzrə öz rəyini sistemə daxil edə bilər. Göndərişin anomaliya olub-olmadığını qeyd edir. Əgər anomaliyadırsa, tutulmalı məbləği göstərir. Tutulma prosesi tibbi sığorta platformasında adi qaydada həyata keçirilir. Sistem bütün istifadəçi rəylərini növbəti statistik analizlərdə və maşın öyrətim modellərində nəzərə alır. Əlavə olaraq, dashboard üzərində ümumi risk məbləği və onun günlük dinamikası və klinikalar və sığortalılar üzrə risk bölgüsü təqdim olunur. Beləliklə, Progress IMS AI Assist modulu sığorta şirkətinin tibbi xərclərini gündəlik əsasda real vaxtda izləməyə, anomaliyaları vaxtında aşkarlamağa və xərcləri optimallaşdırmağa imkan yaradır. Buna nail olmaq üçün eyni zamanda məlumatların həcmindən və digər göstərişlərə əsasən bir neçə statistik analiz metodları, maşın öyrətim modelləri istifadə olunur. Sistem analitiklərə və ekspertlərə qərarların hansı istiqamətdə verilməsi gərəkdiyini göstərir və sui-istifadə hallarının qarşısını almaqda mühüm rol oynayır. Diqqətinizə görə təşəkkür edirik.